Yezekel 32-ci fəsil. Firon üçün mərsiyə. Sürgünlüyümüzün 12-ci ilində, 12-ci ayın 1-ci günü mənə Rəbbim bu sözü nazil oldu. Ey bəşər oğlu, Misir padşahı Firon üçün mərsiyə oxuyub ona söylə. Millətlər içində özünü cavan bir aslana bənzətdin. Amma sən bir dəniz əjdahası kimisən, çayları qarışdırırsan, ayaqlarınla suları çalxalayıb, çayları bulandırırsan. Xudavənd Rəbb belə deyir, çoxlu xalqdan ibarət bir qoşun göndərib, torumu üstünə atacağam. Onlar səni torumla dartıb çıxaracaq. Səni quruya çıxaracağam, çölün üzünə atacağam. Göydəki quşları üstünə qonduracağam, yer üzünün vəhşi heyvanlarını sənlə doyduracağam. Bədənini dağların üstünə sərəcəyəm, dərələri leşinlə dolduracağam. Ölkəni dağlara qədər axan qanınla sulayacağam, vadilər meydinlə dolacaq. Səni məhv elədiyim zaman göyləri bağlayacağam, ulduzları qaraldacağam. Günəşi buludla örtəcəyəm, ay işığını verməyəcək. Sənin üzərində nur saçan bütün səma cisimlərini qaraldacağam, ölkəni qaranlığa qərq eləyəcəyəm. Xudavənd Rəbb belə bəyan edir. Sənin məhv olmaq xəbərini millətlər arasına, tanımadığın ölkələrə çatdırdığım zaman bir çox xalqların ürəyini kədərləndirəcəyəm. Sənin başına gələnlərlə bir çox xalqı heyrətə salacağam. Onların önündə qılıncımı yellədiyim zaman sənə görə padşahlarının tükləri biz-biz olacaq. Yıxıldığın gün onların hamısı öz canları üçün durmadan qorxu içində titriyəcək. Xudavənd Rəbb belə deyir. Babil padşahının qılıncı sənin üstünə gələcək. İzin verəcəyəm ki, millətlərin rəhimsiz igidləri sənin xalqını qılıncdan keçirsin. Onlar Misirin qürurunu qıracaqlar. Bütün ordusunu məhv eləyəcəklər. Bol suların yanında otlayan bütün malqaranı yox eləyəcəyəm. Bundan sonra insan ayağı da, heyvan ayağı da suları qarışdırıb bulandırmayacaq. O zaman onların sularını duruldacağam, çaylarını yağ kimi axıdacağam. Xudavənd Rəbb belə bəyan edir. Misiri xarabalığa çevirəndə, ölkəni hər şeydən məhrum eləyəndə, orada yaşayan hər kəsi məhv eləyəndə biləcəklər ki, Rəbb mənəm. Misir üçün oxunan mərsiyə budur. Millətlərin qızları bu mərsiyəni oxuyacaq. Misir və onun xalqı üçün bu mərsiyəni oxuyacaqlar. Xudavənd Rəbb belə bəyan edir. Sürgünlüyümüzün 12-ci ilində, ayın 15-ci günü mənə yenə Rəbbin sözü nazil oldu. Ey bəşər oğlu, Misir xalqı üçün yas tut. Onları və güclü millətlərin qızlarını qəbrə enənlərlə birgə yerin dərinliklərinə indir. Onlara söylə, məyər sən başqalarından daha gözəlsən? Yerin altına en və oradakı sünnətsizlərlə birgə uzan. Misir xalqı qılıncla öldürülənlərin arasına düşəcək. Bu xalq qılıncın ixtiyarına verildi. Qoy Misir bütün cəmaatı ilə birgə sürüklənsin. Qüdrətli başçılar ölülər diyarından Misir və ona arxa olanlar üçün belə söyləyəcək. Yerin altına indilər, qılıncla öldürülən sünnətsizlər kimi indi burada yatırlar. Aşşur və bütün ordusu oradadır. Qılıncdan keçirilmiş, ölmüş əskərlərinin məzarları ətrafını bürüyüb. Onların məzarları qəbrin lap dibində, ordusu məzarının ətrafında uzanıb. Dirilər arasına qorxu salanların hamısı qılıncdan keçirilib, öldürülüb. Elam oradadır və bütün xalqı öz məzarlarının ətrafında uzanıb. Onların hamısı qılıncdan keçirilmiş, ölmüş və sünnətsiz halda yerin dərinliklərinə inmişdir. Dirilər arasına qorxu salmışdılar, indi isə xəcalət içində qəbrə enənlərə qoşuldular. Elam üçün öldürülənlər arasında bir yataq hazırlandı. Bütün xalqı məzarının ətrafında da, onların hamısı sünnətsiz halda qılıncdan keçirilib, öldürülmüşdür. Dirilər arasına qorxu salmışdılar, indi isə xəcalət içində qəbrə enənlərə qoşulub, öldürülənlərin arasına qoyuldular. Meşek Tual oradadır və bütün xalqı öz məzarlarının ətrafında uzanıb. Onların hamısı sünnətsiz halda qılıncdan keçirilib, öldürülüb. Dirilər arasına qorxu salmışdılar. Onlar da döyüş silahları ilə ölülər diyarına enən, qılıncları başlarının altına qoyulan,
sünnətsiz igidlərlə birgə məzara uzanacaq. Onların cəzası özlərinin üzərinə gəldi. Sağkən bu igidlər dirilər arasına qorxu salmışdılar. Sən də, ey Firon, qırılacaqsan. Qılıncla öldürülənlərlə birgə sünnətsizlərin arasında uzanacaqsan. Edom padşahları və bütün rəhbərləri oradadır. Güclü olmalarına baxmayaraq, qılıncla öldürülənlərin yanına qoyuldular. Qəbrə inənlərin, sünnətsizlərin yanına uzanırlar. Bütün şimal ölkələrinin başçıları, bütün Sidonlular oradadır. Gücləri ilə qorxu saldıqları halda öldürülənlərlə birgə rüsvayçılıq içində yerin altına indilər. Sünnətsiz halda qılıncla öldürülənlərlə birgə xəcalət içində qəbrə inənlərin yanına uzandılar. Firon və onun bütün ordusu qılıncla öldürülmüş bu böyük kütləni görəndə təsəlli tapacaq. Xudavənd Rəbb belə bəyan eləyir. Dirilər arasına qorxu salmasına izin verdiyimə baxmayaraq, Firon və onun bütün xalqı qılıncla öldürülənlərlə birgə sünnətsizlərin yanına uzanacaq. Xudavənd Rəbb belə bəyan eləyir.